Salam dəyərli dostlar, hər birini salamlayıram. Mən Fizika Vadisindən Sadiq Şamilov. Bugün sizə 2025 DİM test bankından, yəni yeni test toplusundan termodinamika bölməsindən bir neçə sualın izahını tanış etmək istəyirəm. İnşallah ki, dilimiz döndüyü qədər izah eləyək. Hara kim gələ biliriksə, təbii ki, videonu çox uzun olmasın deyə birdən-birə hamısını izah eləməyəcəyik. Müəyyən hissəni izah eləyəcəyik və təbii ki, bir neçə günə ardında paylaşacaq. Deməli, gəlin başlayaq ilk bölmədən. Termodinamikanın əsasları, daxili enerji, ideal qazın daxili enerjisi bir atomlu. Nə deyir? Cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi. Hərəkət deyirsə bu YK-dır. Qarşılıqlı təsir potensialdır. Bunların cəmi bizə U-nu verəcəkdir. U daxili enerjidir. Məsələn, gəlin baxaq 3-ə. Qapalı qabdakı qazı soyutduqda. Qapalı qab o deməkdir ki, həcm sabitdir. Soyutduqda temperatur azalır. İzoxor prosesdə təzyiq azalan, temperatur azalanda təzyiq də azalır. Onda daxili enerjinin düsturunu yarın yazaq. Həm də təklarımız olsun. 2D3 V delta P. Təzyiq azalanda daxili enerji nə edəcəkdir? O da azalacaqdır. Daha sonra, məsələn, 5-ə baxaq. Gəlin, təzyiq 2 kilopascal, daxili enerji 3 kilojoule, qazın həzmini hesablayın. Yenə U bərabərdir. 2D3 PV düsturundan hesablayacaqsınız. 3 kilojoule deyir. 3 vur 10 üstü 3 bərabərdir. 2 vur 3. Təzyiqi verib 2 kilopascal, 2 vur 10 üstü 3. Vurulsun V. Buradan deməli 2-lər getdi. Deməli 3-lər getsə, həzm qaldı 1 kub metr. Və salam. 7-yə baxın. Bir atomlu ideal qazın temperaturu 100 Kelvin artdıqda daxil enerji nə qədər artar? Delta U bərabər 2D3 nü R delta T. Və salam, bundan eləyəcəksiniz. Daxil enerjinin vahidi nədir? Joule-dur təbii ki. Gəlin baxaq 13-ə. Nə deyir? Verilmiş temperaturda. Verilmiş temperatur nə deməkdir əzizlər? T sabit. Onda daxili enerjinin düsturu 2D3 kiçik M bölünsün böyük M RT. Baxın, böyük M-i sabit verib. Universal qaz sabiti sabit. Temperatur sabitdirsə, daxili enerji kütlədən, yəni M-dən düz asılı oldu. Kütlə 2 dəfə azalanda, daxili enerji 2 dəfə azaldı gənclər. Vəssalam. 17-yə gəlin baxaq. Deyir ki, izobar qızanda onun həzmi 4 dəfə artıbdır. Maddə miqdarını verib, bu nüdür. İzobar deyirsə, P sabitdir. Bunu qeyd edək. Aha, həcm 4 dəfə artıbdır. Gəlin onu baxın, buraya yazaq. 4 dəfə həzm etmək o deməkdir ki, V2 bərabər 4V1-dir. Qazın başlanğıc temperaturu T1 27 Selsidir. 27-nin üstünə 273 gəlsək, eləyər 300 Kelvin. Deyir, genişlənmədən sonra daxili enerjini hesablayın. İndi baxın, izobar prosesdə təzyiqlə həcm düz asılıdır. Yəni, V2 bərabər 4V1 olubsa, deməli T2 bərabər 4T1 olub. Onda 4 vurulsun 300-dən, T2 neçə elədi? 1200 Kelvin. Genişlənmədən sonra temperatur 1200 olubsa, daxili enerji U bərabər olacaq. 2D3 nü R. Amma burada T1 yox, T2 yazmalısınız. Yəni, T2-nin yerinə 1200 yazmalısınız. Onda 2D3 nü 1 R8 T2-nin yenə 1200 yazsaz 14400, yəni 14,4 kilojoule və salam. Yenə 20-yə baxaq. Sabit temperaturda daxili enerji U nüdən düz asılıdır. U-nun düsturu 2D3 nü R-T'dir. Və salam. Gəlin baxaq 22-yə. Deyir ki, hansı hissədə daxili enerjinin artmasına, yəni U artsın. U-nun artması üçün temperatur artmalıdır. Və ya təzyiq sabit qalanda həcm artmalıdır. Həcm sabit qalanda isə təzyiq artmalıdır. Baxaq. Baxın, B-dən C-yə elə qabağımıza çıxdı. Ox sağa verilib. Sağa doğru gedirsə V artır. Qrafik P-yə perpendikulyardır. Deməli, P sabitdir. P sabitdir. V artırsa, U-nun düsturu 2D3 PV. V artanda U da artar. Cavab B-dən C-yə. Vəssalam. Gəlin baxaq 25-ə. Nə deyir? İzoxor soyumaya uyğundur. İzoxor soyuma nə deməkdir? V sabit temperatur azalır. V sabit temperatur azalırsa, deməli daxili enerji də azalır. Burada rho yazıb. İndi V sabit olanda biz bilməliyik ki, sıxlıq da, yəni rho da sabit qalır. Bəh, nə gözəl. İndi rho sabit, o azalsın 3-dən 4-ə.
Baxın, roya perpendikulyardır. Oxda fikir versəniz, aşağı gedir əziz dostlar. Deməli, 3-dən 4-ə. Gəlin, baxaq 27-yə. Deyir ki, verilmiş kütləli ideal qaz izotermik genişlənmədə. İzotermik deyirsə, deməli, T sabit. T sabitdirsə, birbaşa daxili enerjini də sabit qəbul edə bilərsiniz. Onda genişləndi, sıxıldı, yəni belə deyim də qısaca. Temperatur sabit olanda təzyiq və həcmin dəyişməsinin daxili enerjinin dəyişməsinə heç bir dəxli olmur. Genişlənmə nə deməkdir? Həcm artıb. Sıxlığın düsturu verilmiş kütlə deyirsə, deməli M sabitdir. Sıxlığın düsturu ρ bərabər M bölü V. M sabitdirsə, genişlənmədə V artırsa, sıxlıq neyniyər? Azalar. Deməli, daxili enerji dəyişməz, sıxlıq da azalar. Vəssalam. Gəlin, davam eləyək. Baxaq 29-a. Nə deyir? Deyir ki, bir halından iki halına keçərkən təzyiq. Baxıram bir halından iki halına. Bu qrafik U-ya perpendikulyardır. Yəni, bir halından iki halına keçəndə daxili enerji sabit qalıb. U sabit qalıbsa, deməli, temperatur sabit qalıb. Yəni, proses izotermikdir. İzotermik prosesdə təzyiqlə həcm tərs asılıdır. Birdən ikiyə keçərkən həcm neyniyib? 3 dəfə artıb. Təzyiq neyniyər onda? 3 dəfə azalar. Gəlin 30-a baxaq. İzoxor soyuma zamanı. İzoxor soyumada. İzoxor nə deməkdir? Həcm sabit. Soyuma deyirsə T azalır. Həcm sabitdir. Temperatur azalırsa daxili enerji azalır. İndi baxaq görək. Uyğun variantı deyir. Daxili enerji artır. Yox. Deməli, temperatur azalırsa təzyiq də azalır. B bəndi. Daxili enerji və təzyiq azalır. Vəssalam. 31-ə baxaq. Deyir ki, bir halından iki halına keçəndə daxili enerji və həcm necə dəyişir? Baxıram. P-dir, T-dir. Nə yoxdur? V. Deməli, həcm sabitdir. Həcm dəyişməz. Birdən ikiyə gələndə təzyiq və temperatur azalıbmı? Deməli, daxili enerji azalar, həcm sabit qalar. Yenə baxın B variantı. Daxili enerji azalar, həcm sabit qalar. Vəssalam. Qalanlarına baxa bilərsiniz. Çox rahat suallardır. Gəlin baxaq 35-ə. Belə bir suala baxmamışıq, həm də sizin üçün də faydalı olsun. İzoxor qızmada. Baxın, izoxor qızma deyirsə, birinci prosesi rahat olsun deyə özün üçün yaz da. İzoxor deyirsə V sabit. Qızma deyirsə T artır. T artırsa P artır. Əla. Təzyiqin artdığı, həcmin sabit qaldığı proses, baxın, 4-dən 1-ə gedən prosesdir. Fikir ver, qrafik V-yə perpendikulyardır və ox yuxarı gedib təzyiq artıb. Onda delta U bərabərdir. 2-də 3, izoxor deyirsə V delta P bərabərdir. 2-də 3, 4-dən 1-ə prosesində həcm nə olub? V0. Delta P nədir? Son təzyiq, çıx başlanğıc təzyiq. Son təzyiq 3P0. Başlanğıc təzyiq isə P0'dır. Yəni, düstur oldu 2-də 3, V0 vur, 2P0. Bunlar getdi, nə qaldı? 3V0, P0. Vəssalam. 36-ya baxaq. YK sabitdir. Deməli, daxili enerjinin sabitdir. Hardan bilirəm? Baxın, U'nun düsturu NYK-dır. Əgər enerji sabitsə, deməli, U da sabitdir. Və təzyiq artıb, ox sağa gedibsə, deməli, həcm neynəməlidir? Azalmalıdır. Vəssalam. Əzizlərim, artıq bunu özünüz üçün anlamağa çalışın. Daha dəqiq 2-də 3 nüverte düsturuna görə U ilə T eyni asıllıq göstərir. Vəssalam. MK'yindən xatırlayırsınız. YK'nın düsturu da nədir? 2-də 3 KT-dir. Vəssalam. Bax, bu da dursun burada. Sonra 38-ə bayaq baxmışdıq əslində. Yəni, bu tip suallar bayaqçı suallardır. Məsələn, 40-a baxa bilərik. Nə deyir? İzobar genişlənmədə. İzobar nə demək idi? Təzyiq P sabit. Genişlənmə deyirsə həcm neynir? Artır. İzobar genişlənmə. Təzyiq sabit, həcm artsın. Baxın, o bu prosesdir. Birdən 2 olan prosesdir. Çünki təzyiq sabit qalsın ki, həcm də sağa doğru gedib. Baxın, bu tərəfə doğru gedəndə həcm neynir? Artır. Onda daxili enerjinin dəyişməsi U bərabər. 2-də 3, izobar P sabit vur, delta V. 2-də 3, P birdən 2-yə nə olub? Baxın, 3P0, delta V nədir? Son həcm çıx başlanğıc. Yəni, 3V0 çıx V0. 3V0 çıx V0. Bura elədi. 2V0 2-lər getdi. Deməli, 3-ü 3-ə vurdum. 9P0 V0. Nəsə bir xətamız olsa videodan baxıb bildirə bilərsiniz. Gəlin baxaq 43-ə.
Maraqlı bir suala bənzəyir. Deyir ki, daxili enerjiləri müqayisə edin. Baş üstə. Bura sıxlığın qrafikidir. Digər tərəfi isə təzyiqdir. Yəni P-nin rho-dan asılılığını verib. Dəyərli izləyicilər, baxın. Belə bir düstur yazsam. P bərabərdir. Rho RT bölünsün böyük M. Baxın, bu dursun burada. İndi baxın. 1-dən 2-dən bax belə xəttlər keçirsəm. Düz xətt keçirsəm. Bura 1, bura 2. Təzyiq sıxlıqdan necə asılı olmuş olur? Düz. Onda temperatur nə qalır? Sabit qalır. Deməli 1 və 2 nöqtələrində temperaturlar sabitdir. Deməli daxili enerjilər də sabitdir. İndi gəlin bu hissəyə baxaq. Baxın. 2 və 3-dən belə bir perpendikulyar endirsəm, 2 və 3 nöqtələrinə. Şəkilə görə Rho2 və Rho3 bir-birinə bərabərdirmi? Bəli, çünki Rho-ya perpendikulyardılar. İndi baxın, Rho2 və Rho3 bir-birinə bərabərdirsə, verilmiş kütlə, yəni kütlə sabitdirsə, deməli həcmlər də bir-birinə bərabərdir. V2 də V3-ə bərabərdir. Əla. İndi baxaq. 2-nin təzyiqi budur. Hətta bunu buraya ilə göstərək. 2-nin təzyiqi P2. 3-ün də təzyiqi nə oldu? P3 olsun bu. İndi baxın, hansının təzyiqi böyükdür? Daxili enerji düsturu nədir? 2-də 3 PV. Həcmlər bərabərdirsə, təzyiqi böyük olanın daxili enerjisi böyük olar. Yəni P2 P3-dən böyükdür deyə U2 də U3-dən böyük oldu. Deməli U1 bərabər U2, o da böyükdür U3 A variantı. Vəssalam. Digər tərəfdən 44-də baxaq. Nə deyir? Kol, baxın, bu manometrdir. Baxan kimi görürsünüz ki, baxın, yuxarı doğru gedib. Deməli, göstəriş artıb, təzyiq artıb. Həcm sabitdirsə, deməli, temperatur da artır. Daxili enerji neynir? Artır, əziz dostlar. Vəssalam. Dostlar, fikir verirsinizsə, yəni standart bayaq tipli suallardır. Rahat özünüz baxıb eləyə bilərsiniz. Məsələn, 47-də nə deyir? Hansı ifadələr doğrudur? İzobar soymada, izobar deyirsə təzyiq sabit, temperatur azalır. Soyma deyirsə daxili enerji azalır, temperatur azalır deyə sıxlıq neynir? Artır. Çünki sıxlığın düsturu rho bərabərdir. Pi M bölünsün RT. P sabitdir, M sabit, R sabit, sıxlıqla temperatur tərs asılıdır. Vəssalam. Gəlin baxaq 52-yə. Nə deyir 52-də? Baxın, burada fikir verirsinizsə, P-də dəyişib, V-də dəyişib. P-nin və V-nin dəyişdiyi halda delta U bərabər 2-də 3, P2, V2 çıx, P1, V1. Baxın, hamısını verib. Bir halı, P1, görürsünüz, V1, bu da P2, bu da V2. Vəssalam, bitdi, getdi. Buradan onu hesablaya bilərsiniz. Aha, sonra şimdi yenə bir 55'ə baxaq, uyğunluq sualına baxaq. Nə deyir? Deyir ki, ideal qazın daxili enerjisi, bununla bağlı düzgün variantları seçək. Artar, baxaq. Daxili enerjinin artması üçün təzyiq artmalı, temperatur artmalıdır. Temperatur baxın B-də artıb, sağa gedib. Təzyiq ha vaxt artıb C-də. C-də fikir ver, P ilə T düz asılıdır. Deməli, həcm sabitdir. Ox yuxarı gedib, deməli artar. Deməli, artar nə oldu? C və B. Azalması üçün T azalmalıdır, təzyiq azalmalıdır. Yəni D və E. Sabit qalması üçün gərək temperatur dəyişməsin, yəni T-yə perpendikulyar olsun, azalar A. Vəssalam, bitdi, getdi. Gəlin keçək termodinamikada iş bölməsinə. Görülən işin, qazın gördüyü işin düsturu P delta V'dir. Baxın, 60 kilopascal, 60 vur 10 üzəri 3 vur. Delta V nədir uşaqlar? V2 çıx V1. 2-dən çıx 10'da 9'u. 2 çıx 10'da 9. Deməli, 60 vur 10 üstü 1,1'ə vurasdan 66 kilojoule eləyəcəkdir. 3'ə baxaq, izobar prosesdə 2 mol, ideal qaz 50 Kelvin artıranda qazın gördüyü iş, Mendeleyev klaperına görə qazın gördüyü iş, nü delta T. 2 vur, 50 vur 8. 800, o da 10'da 8 kilojoule. İzobar genişlənmə zamanı qazın gördüyü iş, P delta V. Vəssalam. Hansı prosesdə deyir, xarici qüvvələr müsbət iş görür? Gənclər, xarici qüvvələrin gördüyü iş əks işarə ilə qazın gördüyü işə bərabərdir. Yəni, xarici qüvvə müsbət iş görürsə, deməli qazın özü mənfi iş görüb. Qazın özünün mənfi iş görə bilməsi üçün həcm azalmalıdır. Yəni, izobar soymada. Niyə? İzobarda P sabitdir. Soymada T azalırsa, V də azalır. Vəssalam, bitdi, getdi. Mesela 11'ə bax, hansı prosesdə qaz müsbət iş görür? Qazın müsbət iş görməsi üçün H' bərabər P delta V düsturuna görə həcm artmalıdır. Yəni,
Deməli, izobar qızmada, bəli, izobar qızma deyəndə T artırsa V artır, əziz və dəyərli izləyicilər. Baxın, bu durdu öz yerində. Ümumiyyətlə, bilirsiniz ki, izoxor prosesdə qaz iş görmür. Çünki həcm sabit olanda həcmin dəyişməyə sıfıra gedir. 13-ə baxaq. Diaqramın hansı hissəsində xarici qüvvələr ideal qaz üzərində müsbət iş görür? Baxın, xarici qüvvə müsbət iş görəndə qazın gördüyü iş aştırıq mənfi olmalıdır. Yəni, qazın özü mənfi iş görüb, həcm azalıb. Həcm harda azalıb? Həcm azalıbsa temperatur azalıb. Yəni, baxın, D-dən A-ya. D-dən A-ya gedəndə T bu tərəfə doğru gedibmi? Temperatur azalıb mı? Bəli. Deməli, həcm də azalıbdır D-dən A-ya və salam. Qalanları standartı. Gəlin, baxaq 16-ya. Deyir, hansı hissədə iş görmür? İşin görməməsi üçün həcm nə olmalıdır? Sabit. Həcm sabit olanda PT-də necə asılı olur? Düz. Baxın, düzlər. Və sıfırdan keçməlidir də. Deməli, D-dən A-ya, B-dən C-yə. D-dən A-ya, deməli, B-dən C-yə və salam. Aha, nə deyir? Deməli, 18-ə baxaq. İzobar genişlənmə zamanı 2 mol ideal qazın həcmi 4 dəfə artmışdır. Qazın başlanğıc temperaturu 27 Selsidirsə, onun gördüyü işi tapın. Qazın gördüyü iş A' bərabərdir. Nü R delta T. Aha, nü 2 R8. Delta T nədir? T2 minus T1. T1 27 Selsidir. Onun üzərinə 273 gəlsəm 300 Kelvin. Deyir ki, həcm 4 dəfə artıb. Dəyərli izləyicilər, həcm 4 dəfə artıbsa, izobar prosesdə V ilə T necə asılıdır? Düz. Deməli, temperaturu 4 dəfə artıb. Onda T2 4 vurulsun 300-dən 1200 elədi. Gətirək yazaq yerinə. 2 vur 8 vur. T2 1200, T1 300. 2 vur 8 vur 900. 16 vurur 900'ə vurarsınız. İndi baxaq 19'a. Deyək ki, ideal qazın gördüyü işi tap. Təzyiq temperatur qrafikidir və düz asılı verib. Təzyiq temperaturdan düz asılı olanda proses izoxordur, yəni V sabitdir. İş görülməz. Cavab C variantı. Nə maraqlı sual. Əla. Baxın, qalanlarda standart suallardır. Yenə 23'ə məsələn bayaq baxmışdıq. Deyək ki, iş görmür. İş görmürsə P ilə T düz asılı olmalıdır və qrafik sıfırdan keçməlidir. Yəni baxın, A-dan B-yə. Amma C-dən D-yə olmaz. Çünki bu qrafik izoxor proses deyil. Bu sıfırdan keçmir. Yəni, yalnızca A-dan B-yə. Sonra 21'ə baxın. İdeal qazın gördüyü işi hesablayın. Yenə A' bərabər P delta V. P 3'dür. Delta V 6 çıx 2'dən 4'dür. 3'ü 4'ə vursanız 12 kilojoule. Və salam. Sonra 28'ə baxaq gənclər. Deyək ki, iş sıfıra bərabərdir. Konsentrasiyanın grafikini verib. Olsun. Həcm sabit olanda, xatırlayın, izoxor prosesi konsentrasiya və sıxlıqda sabit olurdu. Bəli, deməli, konsentrasiyanın sabit qaldığı hal 1-2. Bəh-bəh, həll oldu. İndi baxaq 31 nömrəli suala. Deyək ki, gördüyü işi tapın. P, V diaqramı verilibsə sizə görülən iş, baxın, bu V qrafiki ilə əmələ gələn fiqurun sahəsidir. Gəlin bunu hesablayaq. Baxın, bu trapesiyadır. Kiçik oturacaq. Onda bu S fiqur bərabərdir qazın gördüyü işə. Trapesiyanın sahəsi kiçik tərəf bura, yəni 3. Üstə gəl, böyük tərəf, baxın bura, 7 uyğun gəldi. Böl 2, hündürlük buradır da. 2 ilə 6'nın ortası, yəni 4. 7'ni 3'lə topladım, 10, böl 2, vur 4, 20 kilojoule, çünki kilopascal veribdir. Amma ox aşağı gəlib. Diqqət elə buna. Yəni, müsbət 20 yazma da. Niyə? Ox aşağı gəlibsə, həcmə bax, altdan gəlib 2'yə. Həcm azalanda qazın gördüyü iş nə olurdu? Mənfi. Deməli, tapdığın cavab mənfi 20 kilojoule olmalıdır. Və salam. Gəl baxaq 34'ə. Nə deyir? Qazın gördüyü işi hesablayın. Gəslər, 1-2 qrafikinə diqqət eləyin. Baxın, 1-2 qrafiki ilə 3-4'ə diqqət eləyin. Bu qrafiklər hamısı V-yə perpendikulyardır. Bəli, deməli 1-2 və 3-4'də iş görülmür. İş ancaq harda görülür? Həcmin dəyişdiyi hissədə. Yəni 2-dən 3'ə. Onda baxın, burada iş görülmək tapmalıyam. Qazın gördüyü iş P delta V. 2-3 prosesində təzyiq nədir? 3 dənə P0. Həcm dəyişməsi nədir? 3'dən V0'dan gedib 3'ə. Yəni 3V0'dan V0'a çıxsam 2V0 həcm artıbdır.
3P0, 2P0'a vuranda 6P0, V0 elədi əziz dostlar. Və salam. İndi orada əlavə suallar varsa baxarsınız. Nəsə gözümə qaçan bir nüans var ki, inşallah yenə baxarıq. Gəlin keçək istilik vermənin növləri, istilik miqdarı məsələlərinə gənclər. Nə deyir? Enerjinin qaz və ya maye axını vasitəsilə ötürülməsi necə adlanır? Maye və qaz axı ilə konveksiyadır. İş görmədən daxil enerjinin dəyişməsi istilik vermədir. Ümumiyyətlə siz bunu bilməlisiniz. Delta U bərabərdir. Q plus A'dır. Q istilik miqdarıdır. A xarici qüvvədən gördüyü işdir. Joule bölünsün kilogram vurulsun Kelvin. Joule nədir? Məsələn işdir. Joule bölünsün kilogram vur Kelvin. Buna gəlin istilik miqdarı Q deyək. Kilogramın yerinə M, T yazsaq Kelvinin yerinə. Bu nədir? Xüsusi istilik tutumu. Xüsusi istilik tutumu. Çünki istilik miqdarı Q'nun düsturu SM delta T'dir. Vəssalam, bitdi getdi. Günəşdən yerə enerji hansı üsullarla ötürülür? Yalnız şüalanma ilə ötürülür nəzəri bilgilərdir. Deməli, zərrəciklərin istilik hərəkəti və qarşı təsiri enerjinin çox qızmış cisimdən az qızmışa keçməsi istilik keçirmədir. Yadda saxlayın ki, istilik enerjisi həmişə öz başına çoxdan aza gələ bilir. Azdan çoxa gedə bilmir öz başına. İstilik vermənin olunca baxıram, hansı növ vakuumda baş verə bilir? Yalnız şüalanma. Vakuumda baş verən yalnız şüalanmadır. Nə deyir? Vakuumda baş verə bilməz, istilik keçirmə ilə konveksiya. Yəni baş verə bilməz 1-2. Baş verər şüalanma. Aydındırmı? Bəli. İndi baxaq 18-ə. Deyək ki, xüsusi istilik tutumunu tap. Tamam, gəl tapaq. Deməli, Q'nun düsturu SM delta T. Bu durdu burada. Buradan kiçik S xüsusi istilik tutumu bərabərdir. Q bölünsün M delta T'yə. Əla. Gəlin də həll eləyək. Deməli, buradan baxın belə bir düz xətt indirək. Düz buzağı yaratdıq. Bu da bir müəyyən bir T qiyməti alıb da. Baxın, bu katet bura paraleldir. Elə bu delta T deyilmi? Çünki bu tərəf nədir? T çıx T0. Aşağı tərəfdə bu ox. Q'dur da, bu da yuxarı paraleldir də. Onda bu bucağın tangens alfası nəyə bərabərdir? Bucağın qarşı kateti. Yəni delta T böl bitişik katet, yəni Q'ya. Əla. Xüsusi istilik tutumunda düstur nədir? M qalsın məxrəcdə. Q bölünsün T. Delta T. Aha. İndi baxın gənclər. Biz tapdıq T bölünsün Q tangensdirsə, onda Q bölünsün delta T nədir? O da tangensin tərsi, yəni kotangens alfa deyil. Onda Q bölünsün delta T'nin yerinə kotangens alfa yazdım. Kotangens alfa bölünsün M oldu. Vəssalam, pişüt də dünəndən tamam. Gəl baxaq 21-ə. Deyir ki, xüsusi istilik tutumunu tap. Baş üstə S bərabər Q bölünsün M delta T. İndi Q'nu verib 100, kilojoule unutma. Deməli 100 vur 10 üstü 3. M-i verib 2 onda 5. Delta T nədir? 380 çıx 300, yəni 80. Hesablayarsınız. Səbrim çatmadı. Məsələn, baxaq bu 22 halanan suallar. Gəl baxaq 24-də. Deyək ki, temperatur nə qədər artar? Delta T'nin düsturu Q bölünsün SM. Baxaq. Deyək ki, eyni istilik miqdarı verilsə, yəni Q sabit qalsa, Q dəyişməsə. Nə deyir? Kütlə 2 dəfə çox. Kütləni 2 dəfə artırdım. Onda delta T neyiniyir? 2 dəfə azalır, çünki tərs asıldı axı. Tutum 2 dəfə az. İstilik tutumu S. Onu 2 dəfə azaltdım. Tərs asıldı axı. Onda neyiniyir? 2 dəfə artır. Hasil nədir? Dəyişmədi. Cavab elə delta T qalır. Çünki kütlənin tərs asılıdır. Kütləri 2 dəfə çox eləyəndə T 2 dəfə azalır. Tutumdan da tərs asılıdır. İstilik tutumunu 2 dəfə kiçildəndə temperatur 2 dəfə artır. 2 dəfə azaldı, 2 dəfə artdı, hasil dəyişmədi. Gəl baxaq 26-ya. M kütləli mayeni 1 saat qızdırdığı temperatur 20 Celsius artır. Gəlin bunu belə yazaq. Birinci yazdığımızı. Birincinin alındığı qızdırdıqda deyil də. Eyni qızdırıcı ilə. Deməli, birincini qızdırdıqda Q1, S1, M1, delta T olsun. S1, M1'i verib sualda fikir ver. M kütləli. Delta T nədir? 20 Celsius. Yazdım. Gəl baxaq Q2-yə. Deyir ki, başlanğıc temperaturu 30 Celsius olan 2 M kütləli eyni maye. Eyni maye o deməkdir ki, bunların S-ləri bərabərdir. Eyni qızdırıcı ilə yenə 1 saat qızdırıb. Onda gəl yazaq S2, M2,
delta T. İndi gəl bura yerinə yazaq. S2 qaldı. M2'nin yerinə 2M ama delta T'ni yazıram. T çıxılsın 30. Niyə? İkinci 2M kütləli mayenin başlanğıc temperaturu 30 Selsi verilibdir. Hə. Və eyni qızdırıcıdan eyni 1 saat ərzində enerji alırsa, onda biz Q1'i Q2'ye bərabər eləməliyik. Çünki yeni istilik miqdarını alıb. Q1'in yerinə S1M vur 20, Q2'nin yerinə S2, 2M, T çıx 30. M'lər getdi, S'lər bərabər demişik, eyni maye. Deməli, ixtisar getdi. 20 bərabərdir. Burada 2 mötərizəni vurub asıram. 2T çıx, 2'ni vurdum 30-60. Deməli, 2T bərabər 80. Buradan temperatur neçə oldu? Son temperatur. Təbii ki, T'ni tapıram, düzdür. 40 dərəcə Selsi. Cavab 40 olmuş oldu. Qəşəng. Sonra yanacaq yanarkən ayrılan istilik miqdarı istilik balansı tənliyi. Gəlin baxaq 1. Nə qədər daş kömür yandıqda 540 mJ istilik miqdarı ayrılar. Deməli, Q bərabər QM düsturudur. 540 vur 10 üstü 6 mega deyir axı, bərabərdir. 2,7 10 üstü 7 vur nə? M. Neçə eləyəcək bu? 20 kiloqramdır. Çünki 54 27-yə bölündə 2 eləyər. Əla. Sonra 3'ə baxaq. Deyir 10 kiloqram daş kömürün 40% yanan zaman. Ümumiyyətlə yanma zamanı ayrılan istilik miqdarı QM-dir. Q'nu verib 3 vur 10 üstü 7 vur. Amma 10 kiloqramın hamısı yanmır, 40% yanır. Onun 40%'i 4 kiloqram eləmirmi? Bunu 4'ə vurarsan 21 12 üzrü istəyirəm. Deməli, bir dənə də 0 bu tərəfə ayırsam 120 10 üstü 6 120 megajoule. Vəssalam. Verilmiş növ yanacağın kütləşi təfəzzalında xüsusi yanma istiliyi dəyişməz. Ümumiyyətlə xüsusi istilik tumudur, xüsusi yanma istiliyidir. Bunlar maddənin, yəni yanacağın növündən asılıdır. Vəssalam. 6'ya bax. Yanacağın xüsusi yanma istiliyini hesablayın. Kiçik Q bərabər böyük Q bölüm 120 megajoule 4'ə bölərsən, o da neçə eləyəcəkdir? 3 vurulsun 10 üstü 7 eləyəcəkdir. Qərarlaşmış temperaturda belə hesablaya bilərsiniz. Teta bərabərdir. Deməli, ümumi düsturu yazım. Sonra sual tətbiq eləyərsiniz. S1 M1 T1, S2 M2 T2 bölünsün. S1 M1 plus S2 M2. 32 kiloqram, 83 kiloqram. 30 vur 2. Çünki eyni mayedə S'lər eynidir. 30 vur 2 plus 80 vur 3 bölünsün nə? M1 plus M2. Yəni 2 plus 3. Cavabı taparsınız buradan. Gəl baxaq 8'ə. Gənclər, biz dedik ki, temperatur hər zaman çoxdan aza keçir öz başına. Bax, çünki deyək ki, toxundurulmuşdur cisimlər bir-birinə. İndi baxaq. B'dən A'ya ox qoyulub. Deməli, B'nin temperaturu A'dan böyükdür. Niyə? Çünki enerjinin istiliyin keçməsini göstərib axı. B'dən A'ya ox qoyulub. A'dan C'yə ox var. Deməli, enerji A'dan C'yə keçib. Deməli, TA TC'dən böyükdür. B'dən C'yə ox qoyulub. Deməli, TB TC'dən böyükdür. D'dən B'yə ox qoyulub. Deməli, TD TC'dən böyükdür. 1, 3, 5. Vəssalam. Ona bax, deyir kütləsi 50 qram temperatur 20 dərəcə olan gümüş qaşığı qaynayan suya saldıqda daxili enerjisi neçə joule artar? Neçə joule artar? Aldığı istilik miqdarı qədər artar. Yəni SM delta T qədər. 230 50 qramı 1000'ə bölsəm 0,5 delta T 100 Selsi əvvəl 20 imiş 100 çıx 20. Vəssalam. Yəni qaynayan suya daxil etdiyimiz zaman gümüş qaşığı qaynayan suyun verdiyi istilik miqdarı qədər həmin o gümüş qaşığın da enerjisi artacaqdır əzizlərim. Burada qaldı Termodinamika 1-ci qanun və müxtəlif proses tətbiqi və istilik mühərrikləri. Onu da ikinci hissə videoda inşallah paylaşacağım, çünki çox uzun olmasın. Hələlik ümid edirəm ki, bu suallar, izah videolarınız sizə çox xeyirli olur. Mütləq ki, ardı gələcək, bizi izləmədə qalın. Hələlik.